Salam, mən Fes Akademinin təlimçisi Firuzə Hüseyni. Bugün sizə 7-ci sinifdən mövzulardan biri olan dövrü onluq kəsirlər mövzusunun izahını verəcəm və bu izahda biz dövrü onluq kəsirlər nəyə deyilir və onları necə adi kəsirlə ifadə edə bilərik, növləri hansılardır bunu öyrənmiş olacaq. Baxın, onluq kəsiri hamımız tanıyırıq. Məsələn, 0,3 bu onluq kəsirdir. Dövrü onluq kəsirdə isə İlkin olaraq bilək ki, bu onluq kəsir necə yaranır? Onluq kəsir surətdə olan ədədin məxrəcə bölünməsindən yaranır. Yəni, 4-ü 5-ə böləndə alınan ədəddir. Bax, 4-ü 5-ə böləndə neçə edir? 0,8. Bu onluq kəsir yaranır. Bəzən surətdə elə bir ədəd olur ki, biz onu böləndə, yəni nə qədər etsək də kəsirin sonu yoxdur. Bölünə gedir. Məsələn, neçə yazaq? Məsələn, belə bir baxaq, 7-də 3-ə baxaq. Yəni, 3 bölü 7-də alınmayacaq, sonlu olacaq. 3 bölü 9 yazaq. 3-ü 9-a böldükdə 0,3-dər bu formada baş alır, gedir, bilmirik hara qədər gedir. Yəni, bunlarda nə oldu? 3 nə etdi? Dövr etdi. Dövr etmək nə deməkdir onda? Təkrarlanmaq deməkdir. Biz dövrü onluq kəsir deyirik belə kəsirlərə. Və dövrü onluq kəsiri yazan zaman mötərizənin içində təkrarlanan ədədi yazırıq. 0 tam dövrdə 3. Oxunuşu da bu formada olacaq. Daha sonra gələk dövrü onluq kəsirlərin növlərinə. Dövrü onluq kəsirlərin 2 növü var. Biri var saf, biri də var qarışıq dövrü onluq kəsirlər. Saf nədir? Saf odur ki, 0 tam dövrdə 3. Baxın, yəni tam ədəddən sonra birbaşa dövr gələrsə, bu saf onluq kəsir adlanacaq. Saf dövrü onluq kəsir adlanacaq. Amma bəzən olur ki, birinci hər hansısa bir ədəd gəlir, sonra təkrarlanma başlayır. Belə olan halda, yəni dövrlə tamın ədəd arasında bir ədəd yerləşirsə, bu qarışıq ədəd sayılacaq. Daha sonra nəyi bilməliyik? Biz bilirik ki, onluq kəsirləri rahatlıqla adi kəsirə çevirmək olur. Məsəl üçün, 0,5 nə deməkdir? 10-5 formasında oxunur. Bu 10-5 də deməkdir. İxtisarda gedəndə 5-i 2-də 1 də deməkdir. Yəni, onluq kəsiri adi kəsirə çevirmək olduğu üçün dövrü onluq kəsiri də biz çevirə bilərik adi kəsirə. Amma burada fərqli məqam var. Yəni, qayda var. İlkin olaraq baxaq saf dövrü onluq kəsiri çevirməyə. Saf dövrü onluq kəsiri çevirmək üçün məxrəcimizdə dövrdəkinin sayı qədər 9 yazırıq və dövrdəki ədədi surətə yazırıq. Yəni 0 tam dövrdə 3, 9-da 3 deməkmiş. Bu da nə deməkdir? 3-də 1. Baxın, biz elə bayaq 9-da 3-ü çevirmişdik. 3-ü 9-a bölmüşdük ki, 3-lər alınmışdı. Görürsünüzmü? İsbat etdik. Və yaxud da 0 tam dövrdə 45. Bu nə demək olacaq onda? 99, çünki 2 dənə ədəd var. 99-da 45 olacaq. Və daha sonra qarışıqlara baxaq. Qarışığı necə çevirə bilərik? Məsələn, 0,5,3. Belə olan halda yenə dövrdəkinin sayı qədər 9 yazırıq. Dövrdən əvvəlki qədər 0 yazırıq. 90. 53 çıxılsın 3. Yəni, bunların ikisi bir yerdə, sonra dövrdəkini çıxırıq. O da edir neçə? 90-da 50. İxtisar da edə bilərik, problem yoxdur. Və yaxud da biraz çətinləşmiş formasına baxaq. 0, 45, 23. Belə olan halda çevirirəm. Birinci dövrdəkilərin sayı qədər 9 yazıram. Sonra özündən əvvəlki qədər 0 yazıram. Və ədədlərin birləşmiş halından bunu çıxırıq. Yəni, o da neçə eləyir? 4500. Bitdi, getdi. Yəni, dərs bundan ibarətdir. Çətin deyil, asandır. Və bir məqamı da bildirim elə yadımdaymışkən. Kəsir nə zaman dövr ola bilir? Dövr olması üçün, baxın, sonlu onluq kəsir o halda alınır ki, ya məxrəcdə olan ədədin vuruqları yalnız 2-dən ibarət olacaq, ya yalnız 5-dən ibarət olacaq, ya da 2 və 5-dən ibarət olacaq. Yerdə qalan hallarda isə bu sonlu onluq kəsir yaradacaq.
Yəni bunu da bildirdim ki, bəlkə köməyinizə gələr. Ən belə deyim də pis variantda siz surətə kədədi məxrəcə bölməklə sonludurmu yoxsa sonsuzdurmu bunu müəyyən edə bilərsiniz. Ümid edirəm ki, izah hər birinizə faydalı oldu. Rəylərdə fikrinizi bilib bölüşməyi unutmayın. Hələlik.